Salam əziz TikTok və YouTube izləyicilərimiz, hər birinizi xoş gördük. Bugün sizə Xalqlar Dostluğunda Leningrad layihəli 3 otaqlı mənzil təqdim edəcəm. Bəli, yerləşir 9 mərtəbəli Leningradın 7-ci mərtəbəsində. Bura Novostroyka deyil, bura köhnə tikili Leningrad layihəli mənzildir. Mənzilimizin məhəlləsi Abad məhəllədir. Çox gözəl mənzildir. Gördüyünüz kimi bura mənzilimizin zalıdır, balkonla arası açılıb, istilik sistemi kombidir, hər bir otaqda radiatorlar var. Həm də mərkəzi istilikdə saxlanılıb burada. Görürsünüz necə möhtəşəm mənzildir. Mənzil yerləşir Siyakuta çatmamış Bravo'nun düz yanında. Burada mənzilimizin giriş hissəsidir. Gördüyünüz kimi burada belə bir dolab yığılıb. Burada isə mənzilimizin uşaq yataq otağıdır. Gördüyünüz kimi tam təmirlidir. Mənzil çox qeyri-adi üslubda təmin olunur. Görürsünüz necə möhtəşəmdir. Heç köhnə tikiliyə oxşamır. Sanki yeni tikilidir. Burada isə mənzilimizin böyük yataq otağıdır, yəni valideyn otağıdır. Görürsünüz necə möhtəşəm zövqlə işlənli. Bütün detikalar hamısı gipsdəndir, yəni plastmas heç nə yoxdur burada. Gördüyünüz kimi bura böyük yataq otağıdır. Hər bir şey yüksək səviyyədə zövqlə yığılıb. Burada isə mənzilimizin gördüyünüz kimi ayaq yolcusudur. Burada mənzilimizin hamamıdır. Görürsünüz necə möhtəşəm yuxarısı asma tavandır, orada duş kabindir. Burada isə mənzilimizin mətbəxi yerləşir, balkonla arası açılıb. Kubcalı mənzildir, qeydiyyatda heç kim yoxdur. Mənzil satıldığı gün təhvil veriləcək. Burada isə kombi sistemi yığılıb. Gördüyünüz kimi kombisi buradadır, Rabella. Burada isə aynəbənd olan balkonudur. Qiyməti çox münasibdir, kubcalı mənzildir, ipotekaya yararlıdır, qeydiyyatda heç kim yoxdur, mənzil satıldığı gün təhvil veriləcək. Zəhmət olmasa kanalımızı like edin, abunə olun, yeni videolarla tanış olun.